Herkese salam dostlar, sabahınız xeyir olsun, necəsiz? Yuxudan durdu, indi qəşəng bir dənə səhər yeməyi yeyəcəyik. Ocaqda pomidor yumurta hazırlayacağıq. Ondan sonra görək bugün Ağcabədidə günümüz necə. Səhər yeməyi süfrəmizi açmışıq. Qalıb qəşəng ocaqda pomidor yumurtamız. Ocaqda pomidor yumurta hazırlayırıq. Gör də bacı, ocağın içine bax. Gör nə qəşəngdir. Gəl çək. Gəl bəri çək. Hə tam o çəkir. Yaxşı. Yaxşı. Girin var ki, orada təm orada üstüne atardı. Her şeyle bakardı orada. Niyə əziyyət çəkirsən? Əziyyət çəkmə, neysən? Əziyyət yoxdur. Kərimim yıxılar. Kapıda camaat su var. Keşke bundan olanda değil. Arkada su var. Stol açarsan değil mi ama? Yıxta açarsan. Onu ayrı açarsan. Yumurta pişene kadar kızlar, ben de çayımı içip gözleyeceğim pişsin, hazır olsun, çıxaq evə. Kerim, dede ne pişirir? Ha? Dede ne pişirir? Kava. Kavak. Onu da yüreğine geçen kavak değil. Yumurtamız hazırdı kızlar. Qəşəng tam ocağın üstündə bax ata, sən də dadına görmətərdim. Bəh. Eyvallah. Süper. Hazırdı, dadına da baxdıq, süper. Aparaq nuş eləyək. Gedək ata. Bəh. Gəlin oturun yiyin. Evdən çıxdıq kızlar. Gələndə piknik eləyəcəyik inşallah. Uşaqları da götürdük. Gedirik Ağcabədidə, Ağgöl deyilən yer var. Orada qəşəng. Ağcabədə. Hə, orada laləliklər var. Gedirik ora. Düzdür, videomuz bu dəqiqə o deyil. Allergen falan tutub, amma olsun. Əsas odur ki, siz maraqlı yerlər görəcəksiniz. Fəriş. Gələndən də sonra Qəşəng atamın kebabının yerini heç kimin kebabı vallahi vermir. Atam deyə demirəm. Qəşəng atam bizim üçün kebab bişirəcək, oturub piknik eləyəcək. Bəs sabah da toydayıq.
Hayaller, hayatlar kızlar. Geldik ki laleler solub əslində. Bura hündür, yekə laleler idi. Var hamısı çox balacadır. Yoxdur. Əsas odur ki. Əsas odur ki, bacadan bax. Laleler hündürüydü, bütün laleydi. Şimdi ot kalkıptı, laleler yeni başladı. Burada Ağgül Parkı'dır. Ağgül Parkı. Ceyranlar. Tarixən məskunlaşdıqları bu əraziyə geri qayıdıb. Ceyranlar elə də orada. Bardıqlar alergen tutup gözüm başım şişir. Ama bura gelipler kızlar gelipler kendimiz. Böyle değildi, hündürüydüler. Gedirəm, toyuqların balaları çıxıb da səhər durduqda toyuğun balaları çıxdı, baxın. Bakın. Bunlar neçə günlükdülər dersə, amma dünənlərim çıxan buradadır. Görə inşallah indi anası məni vurmaz. Anası yatıb üstündə inşallah başıma hoppanmaz. Görə koyacaq mı baxaq. Dur baxaq, dur. Oy. Bunu mən necə qaldırım. Başıma hoppanmasa yaxşıdır bu. Aa, bu yumurtanın üstündedir. Bir qalx baxaq da. Aa, bu yumurtalar. Hələ çıxmayıb balalar. Bu saat beni buradan bu uçurtacaq. Bu hələ balalar çıxmır. Bu yumurtanın üstündə yatıb gedəni bu səhər baxaq. Buranın ışığı da yanmalıdır. Yanmır ışıqlar. Baxın. Ay Allah. Baba bu deyirlər yamandı bunun anası. Ne? Çubuktan zaten neler içiyordu. Ne bir şeydiler. Ey. Hazırlaştılar beni vurmaya bak. Ne güzeldiler. Bakın. Ey Allah, çok güzel. Korktular. Əslində mən ovadan qorxuram, ovada məndən qorxur deyərsən. Bu. Oh. Bak, bunu kalk burada ona. Ay. Bunu götürdüm apardım. İndi hal-hazırda biri Meryem'in elinde, biri Kerim'in elinde, biri de mənim elimdə. Ne geçeydi buna bakın. Buna tele çıxıbdı. Gitti. Bakın buna. Ne güzeldi, ne güzeldi. Gideyim uşaqlara bak. Burada süfremiz açılır yavaş yavaş. Meryem. Bak Kerim.
Birini yedirdim. Bakın kızlar. Öyle güzel. Ay biliyorum. Bunlar yeni doğul be. Hem Meryem Oğuz ölür. Bu. Çok ezminde onu yazıktı. Ay bu yerine koyar. Koyma durup orada aparırım eleme. Büyük değil bu. Koy bura. Büyük değil hayır balacadır. Yok. Ay bebe. İçeriye toyuğun hamısının altında yumurta var idi Meryem. Yok ha. Vermedi benim. Apar. Aparım bura ben özüm saxlıyorum. Apar. Oy ne güzeldi bakın. Kim götür cücelerinizi? İşte bakalım sevgine. Bunlar uzun yazıklar. Babayı. Ay bebe bunun yerine koyar. Bunlar düğenlerim gece çıkıp yumurtadan. Bunlar düğen gece çıkıp yumurtadan kızlar bakın balaca. Bırakın bakın. İncitmeyip peki Meryem. Bakın. Ay sen gel. Bu da düğen gece çıkıp da. Balaca değil. Yo bu. Çıkıp. Ay bak kaçır. Kaçmayacak o balacadılar kaçmır. Niye bu canım bu? Masanı hazırladım. Pərvanə xala hazırladı masanın, çiçəklərini qoydu. İnan ki, baxça bütöv çiçəkdə, baxın. Bunları çox sevdim. Bunlar nəlbəki. Gülü deyəsən, öyle dedilər. Qanı qəşəkdilər. Bütöv çiçəklər. Güzel. Masa hazır. Birazdan da kebaba keçilir. Hazırlıqlar gedir kızlar. Bizde kebab olanda mangal salatı 100% olmalıdır. Etlerimiz hazırlanır. Burada atamamsınız şişe çekir. Koyun salatı da var teze bəhbə. Teze kartofdan özde. Sevirəm. Bir atam yaşlı almadı alır. Leyla'nın alergiyası var diye. Biraz da dincəlsin, bayaq yerdə o. Bu fəsildə olur. O diye mən çəkirəm. Ətlərdən də çəkəcək. Bir də acı biberimiz olmazsa olmazımız. Mangalımızda geçək qalıyırıq kızlar. Birazdan kebaplarımızı koyacağıq üstüne. Getdik geldik. Benim alergiyam tutmuş diye biraz uzandım. Meryem de burada keyfi. Meryem de burada keyfeli. Süfrəmizi də aşağıdan açmışıq. Aşağıda oturub yeyəcək. Kərim indi evdədir, aşağı düşə bilmirəm. Birazdan düşəcəm. Çünki mən kebabı ancaq mangal başında sevirəm. Qazana çəkiləndən sonra yeyə bilmirəm. Düşdük aşağı. Ətimiz, kartofumuz, pomidorumuz, kərimimiz də buradadır. Əsas məsələ kərimdir. Şimdi bu pomidor falan pişsin, kızlar üstünde badımcan falan pişsin. Salatımızı düzəldik, qəşəng. Hava çox qəşəngdir burada. Mangal salatımız da hazırdır kızlar. Mama hazırlayır. Getir de pomidoru getir. Bu ölür elinde can verir. Gel canlar. Hele sıxmaya yazığın getdi gözü başı. Kərim ölür, Kərim. O, göz ölür, yavrum. Elə olmaz, ölür axırda. Burada əkinimizdir. Və göyləri buradan canlı, qanlı. Dərib elə yeyirik. Bu alça ağacımızdır. Maşallah putraq kimidir. Bir dənəsin qırım baxım. Deyən görüm nətərdir. Burada toyuq cüzəmi. Salördəyə baxayım. Burada. Allah bu alçanın dadı bacı alınandan. Bəyəklərə uşaqlar da xiyar var. Deyəndən də özüm qırıq yaşım Allah haqqında. Bir də xiyar. Nədir bu da şüyüd. Dəymə. Sən toyuqlara görə çox əkə bilməmişsən bunlar. Həmən də şəhər. Həməşə əkirdi. Məşələ. Ora var. Bax ora var. Ora bütöv əkin olur. Pomidor olur. Bazlarına bax. Bax, yəni bir xiyar bu qədər daxlı ola bilər. Oradaki gülə baxın kızlar. Bariyə durmuşsun, görün nə qəşəngdir.
Mən gülə çiçəyə qarşı allergiyam var deyə ulduzların barışmırlarına hələ buna. Neyse gidelim. Dur. Upsi. Bilmirəm. Tam bilə pişirmiş. Var şəhərsən bu içində. Mərmsən bacı. Var. Qızarı tutmasın, 11 verir mənə. Dedim sən özürü bilməliyim. Kebabımıza baxın. Bir necə şeydir. Məryəm babaları gözləyir. Atamın kebabına heç gün çata bilməz. Kartuşkalar çok da. Hə. Məncə bax, yiyib bax. Ne var? Kebabın rənginə bax. Almada olmazsa olmaz değil mi? O değil. Meryem ne kim bilir. Şunu Məryəmə qoyub bax. Onu orada. Bu Məryəmin. Məryəm gəl bax. Bıçaq yoxdur, pərşatam əlinə Qoy verim. çəkməzdir. Hazırdır qızlar, yeməyiniz, Kərim kişi burada yemək. Kabab yeyir. Kərim nə yeyirsən? Hava. Qızlar yedik, içdik. Bu da samavarımız da qaynadı. İndi çaylarımızı da süzürük, otururuq istirahətimizi eləməyə. Quşların səsinə bax. Geldim ki dersine. Sen neden verip okuyup bakacaksın? Onu geldim böyle bir bakacaksın. Oğlundan anası verir. Oğlum. Burada yağış başladı qızlar, baxın. Həm quşlar cəhcəh vurur, həm də oradan yağış yağır. Hava da çox güclü, hə, güclü yağır. Bayaqdan eləsə hava dəyişmişdi, Qarabulda baxın. Külək falan əsirdə çevirdi yağışa. Quşlara bax, bəzəməli başda oxuyur. Maşında uşaqlar. Qızlar, qəşəng kət toyuq vardı. Anam qapıda saxlayıb bunların hamısını. Öz qapımızındır. 5 dənəsini də bizim üçün kəsdi. Bunu Bakıya aparacağıq. Pərmi xanım da qoçaqlığını hər yerdə göstərir. Qəşəng toyuqlar yolur. Burada da çox qəşəng yağış yağır. Bir dənə baxın yağışın səsinə siz Allah. Görün necə gözəl adam dincəlir. Hələ quşların səsinə baxın. Biz də Məryəmlə mama bala giririk duşa. Sabah dediyim kimi toydu. Mama bala gedəcəyik. Pəriş, anam, Məriş, mən. Gedəcəyik okulatkaya. Ona görə dedim qoy Mərişin də saç təmiz olsun. Mama gil də burada toyuqları olur. Bilirsiniz ki, Pərimlə qışqırtma eləməliydim. Eləyə bilmədim. Niyə? Çünki işıqlar keçdi. Hərə bir tərəfə dağılışdı. Məni çağırır indi. Gəlirəm. Məni çağırır indi. İndi yuxudan durub da qızlar. Yuxudan durmuşuq. Duran kimi saçını darıyıb fenləməlidim. Gedib qışqırtmamı eləyəcəm. Görək nə göstərir. Oradadır. Hansı? Davaya xallar soruşar. Hansı fel istəyirsən? Saçım diblər üstündə deyəcəm, sən gəlir ama. Bu saçı dalları savur. Nə dur? Dedi şey. Nəsə var gözə görürəm. Ay bacı nə boyladı götürə bilmirəm. Ay bacı nə boyladı götürə
Götürə bilmirəm. Ay, mamam qıram, bu üstüm. Götürə bilmirəm. Götürə bilmirəm, bəli çox iyi gedir. Hadi özüm götürəm. Düz başın, orada əli vurma düşecek. Yekədi. Gözüm mamamı çağırıb. Gözüm mamamı. Qeydə suyla, töküb suyla geçsin. Eləyə bilmirəm, qoy nə ilə sedeyim də. Neyiniyim, çox yekədi. Dişləmir başımı. Başımı dişləmir. Dişləmir, Məryəmə bir şey ver, bunun başına bunu aynı edeyim kızım. Hə, bir şey ver. Bilirsən, deyirəm. Ay, bu ne boyda. Alıyorum başa. Net dolu değil. Bilirsən, mən qorxuram, bilirsən. Sen de bilirsin. Səncə sənin bacın. Sənin başında düz olsa, onu götürüb atmaz zannə. Sən tez Batım her şey yüzde batım her şey. Təzviblər edirəm, səpər bu. Səndən heç gözləməzdim. Kızlarına gidiyorum siz yatsınız. Rəngin ağarıb elə bil. Elə bil həyecanlısan. Yok ya, kışkıra bilmedim korkumdan. Hamı yatıftı demin olar ya. Su verim içirsən. Su verim içirsən. Yok sağ ol. İstəmirsən su. Benim korkusum ben söylemem lazım değil. Yox, sən niyə inandın ki? Ne bileyim Leyla dedim yarın yalan demezsin. Səncə yox, səncə mən sən başında düz olsun atmaram aynen. Ne bileyim Batuca ben hiç ne bilmiyorum. Atardı ne kız ne? Tutunca ata bilmem elimi vurma elini dişleyen ne kadar. İstədim mənə deyəm çərikdən laf çox Oy qorxursan. oy oy. Onda ben burada bile İstədim görmezdim. deyəm çərikdən əl vursam hoppanacaq. Lazı kamera ödeyişlerimi yaşayabilirim. Ben gidince tutma. Nənən Bak. Hele cücə demir o. Civciv cücəndir, narahatmı? O cücəni tutmaq üçün tutuq lazımdır. Bağla söz. Tutuq lazımdır. Nə de belə sonra bağlayayım sən Allah de belə. Üzümü değeceksin yoktu indi durmuşam. Leyla saçım başım ne gibi. Ne olsun ki? Ne olsun ki? Nağım den toyuğu. Toyuğu tutanda qırılıbdı. Nəysə. Başqa cür eləyə bilməzdi. Yekunlaşdırıram. Birazdan dururuq gedək salona yemək yeyəndən sonra. Ben de gideceğim kızlar. Hə, orada görüm çəkə bilsəm çəkəcəm. Belə deyim, rayon insanları biraz kameradan qaçan olurlar ki, ay birdən ora düşərəm, bura düşərəm. Bunu yazdım bir kenara. Yaz. Hə, ona görə də qızlar. İndi orada çəkə bilsəm çəkəcəm, çəkə bilməsəm o belə hazırlaşmağımızı, make-upımızı falan özümüz elədik. Uklatçıya salona gedəcəyik. Böyle öz hazırlaşmamızı falan her bir şey çekeceğim. Toydan müəyyən kadrlar çalışacağım ki çekeyim. Bugün Ağcabədə də artıq belə deyim ikinci günümüzdür. İkinci günün vlogunu sabah paylaşacağım. Gözləmədə olun. Yaxşı ki varsınız. Öpürük sizləri.